İran bu savaşdan necə qurtulacaq? Qurtulandan sonra Türk məsələsi yenidən nədir olacaq? Nədir özün gündəmə gətirə biləcək? Siz gördüyünüz kimi, siz dediyiniz kimi Sayın Canlar bəy. Araz bəy, bu savaşın bir qalibi var artıq, o da İran xalqıdır. Və o xalqın da meydanlarda, savaş bölgəsində, əsgərlərin içərisində böyük əksəriyyəti bizim türklərdir. Bunu açıq demək lazım. Amma biz bu qələbəni bütün İran xalqından da bölüşürük, ayrımçılıq yapmırıq. Deyirik ki, bəli, bütün İran xalqının bu qələbədə, bu mücadilədə rolu var, biz bir yerdəyik. Biz Kürdlər deyəndə terörist gücləri Kürdlərdən ayırırıq, özümüzün bir parçası kimi, bir vətəndaşlarımız kimi dəyərləndiririk, onun kimi də Farsları Fars faşizmdən ayırırıq. Və digər xalqların hamısına da özümüzün çox sayğı ilə yanaşdığımız, hətta özümüzdən çox belə diqqət göstərdiyimiz bir parçamız kimi dəyərləndiririk. Və təbii ki, bütün bu qələbəni də o saydaladığım xalqlarla birlikdə o coğrafiyada yaşayan bütün insanlığın və xalqların birlikdə qələbəsi kimi indidən dəyər veririk. Xalqın yanında olan hakimiyyət qurumlarında təmsil olanlar xalqla birlikdə qalibdirlər. Onlar generallar da ola bilər, parlamentarlar da var, dini qurumlar içərisində də vardılar. Bugün İran adlanan bir yönətimi idarə edirlər ki, hansı ki xalqlandılar. Onlar bu qələbənin artıq içərisində olan adamlardır ki, bu ilərdə də elə olacaq. Xalq onları dəyərləndirəcək, onlar da xalqı dəyərləndirdiklərinə görə bir yerdə olacaqlar. İsrail və Amerika savaşı nəhayətdə bir müzakirələrə keçəcək və bu müzakirələr uzun müddətli olacaq. Bu müzakirələrin uzun müddətli olduğu bir zamanda İsrail və Amerika İranı Türk dünyasının bir parçası kimi görənlərlə görməyənlərin arasında seçim edərək İranı Türk dünyasının parçası olmayanlarla bir yerdə olan bir savaşdır ki, bir iradə sərgiləyirlər ki, biz əslində onunla üzrəyik. Amma İranda Türk dünyasından işbirliyinə və gələcəkdə Türk Dövlətlər Təşkilatından İranın da təmsil olunma məsələsini gündəmə gətirən yetkililər İranda daha güclənəcəklər. Çünki onlar gücü xalqdan alacaq. Xalqda bu iradəni, bu istəyi gerçəkləşməsinin yanında olacaq. Biz bugün xalqımızın daha çox mənəvi cəhətdən güclü olmasına, ac susuz qalaraq özlərinin heysiyyatının və mənəviyyatının qorunması uğrunda mübarizədə daha dik duruşlu olmasına çalışmaqda yardımcı olmalıyıq. Və eyni zamanda mən çox istərdim ki, sizlər dünya Azərbaycanlıların içərisində, dünya türklərinin içərisində bir də yardım kampaniyası da, burada olan xalqa dəstək kampaniyası, maddi dəstək, eyni zamanda ilaçlardır, ərzaqla bağlı kampaniya aparasınız. Bu rejimə dəstək kampaniyası deyil, bu xalqa dəstək kampaniyasıdır. Qəhrəman xalqımıza dəstək kampaniyasıdır ki, o xalq İranı türkləşdirəcək, o xalq bölgənin geosiyasi mahiyyətini dəyişəcək. Siz ona dəstək olacaqsınız. Mən hesab edirəm ki, yaxın gələcəkdə biz Azərbaycanın quzeyində, Cumhuriyyətində də belə bir kampaniya qoşulmalı olacaq. Həm banklarda hesablar açılması, həm maddi dəstək, ilaçların göndərilməsi, bütün bu sayədə xalqımıza mənəvi dəstək olmalıyıq. O yardımla xalqa çatmaya bilər hər kəsə, amma o xalq biləcək ki, dünya türklüyü, dünya Azərbaycanlıları onların yanındadır. Onların savaşını, haqlı savaşına haqq qazandırırlar, onlara dəstək olurlar, onlar daha dirənişli olacaq. O bizim orada olan millətimizin daha çox millətləşməsinə xidmət eləyəcək, şuurun daha da güclənməsinə xidmət eləyəcək. Biz beləliklə millətimizi qazanacaq. Millətimizi qazandığımız an İranda siyasi hakimiyyət də dəyişəcək. Ona heç kimin şübhəsi olmasın. Çox adamlar görevdə qalacaq. Biz deyənmərik ki, hamı görevdən gedəcək. Bəlkə də indiki vəzifədə olanların %50-60-ı görevdə qalacaq. Amma onlar artıq dünənki adam olmayacaqlar. Artıq yeni xalqın mahiyyətinə uyğun ruhda olacaqlar, düşüncədə olacaqlar. Bəlkə də o düşüncədə olurlar, onu dilə gətirəcəklər, bölüşəcəklər, millətə sarılacaqlar, sizlərə sarılacaqlar, bizlərə sarılacaq, biz onlara sarılacaq
və millətimiz bütünləşəcək. Biz bu məsələyə belə yanaşmalıyıq və bu başdan da deyirəm ki, dünyanın istəyir İsrail dünyası olmur, Amerika dünyası olur, kim olur olsun, bu savaşda bizə qalib gələ bilməz. İran xalqı artıq qalibdir. İranın siyasi mahiyyətini o xalq formalaşdıracaq, o xalq qalib gələcək və o xalq gələcəkdə Türk Dövlətlər Təşkilatında o dövlətin təmsil olunmasını gerçəkləşdirəcək.